Biz bundan sonraki mərhələdə Nizami Gəncəvinin yaradıcılığı haqqında danışacağıq. Nizami Gəncəvinin əsərlərində öz dövrünün həyatının bütün sahələrini əks etdirən nümunələrini görə bilərik. İstər siyasət olsun, istər iqtisadiyyat olsun, istər fəlsəfə olsun, elm olsun. Bunların hamısını görmək mümkündür. Ən birinci şərt Nizaminin əsərlərində qırmızı xətlə keçən ən mühüm nüans məhz onun Allaha bağlılığıdır. Özünün Allah qarşısında insani borcudur. Bəndə duyğularının əyani təsviri və tərənnümüdür. Bununla bağlı mən bir xatirəni yada salmaq istəyirəm. 1984-cü ildə mən Kəlbəcər rayonunun müəllimliyindən və Qanlı kənd məktəbinin müəllimliyindən azad olunaraq Göygöl rayonuna gəldim və burada müəllimlik fəaliyyəti ilə məşğul olmağa başladım. Həmin vaxtı işlədiyim məktəbə Göygöl rayonundan nisbətən elə o da cavan yaşda olan bir işçi gəldi, məsləhətçi idi. O divarda olan bir yazıya baxdı. Yazıda növbətçi yazılmışdı C ilə. Və bir də bir söz birləşməsində şəkilçi düzgün yazılmamışdı. Bu məktəb rəhbərliyinə bunu irad tutdu. İrad tutandan sonra bir dil ədəbiyyat müəllimi dedi ki, axı bu qeydləri Salman müəllim vaxtı ilə demişdi. Biz onu eşitmədik. Ancaq nəticə etibarilə bugün yenidən o səhv üzə çıxdı. Bu gələn yoldaş mənlə maraqlandı. Sən kimsən, ixtisasın nədir? Mən müəyyən məlumatlar verdim. Bu dedi ki, yenidən, bəs C şəkilçisi yoxdur. Niyə bu şəkilçini yazmışsınız? Mən dedim ki, məqsədli şəkildə olaraq ki, bəs toxucu sözündə cu şəkilçisi var. Niyə yoxdur ki? Növbətçi sözündə səhv olmağına baxmayaraq. Belə deyəndə bu bir vərəq götürdü, yazdı toxucu və gördüm sözün kökə şəkilçiyə ayrılmasına müəyyən qədər tərəddüdlə baxdı. Mən gözləmədən əlavə elədim ki, mən bunu zarafatla deyirəm. Əslində buradan şəkilçi C yox, 4 formada yazılan ıcı, ücü şəkilçisi. Sadəcə olaraq sözün kökü saitlə bitdiyinə və şəkilçi də saitlə başladığına görə şəkilçinin saiti burada düşür. Bir qədər də bu gələn yoldaşla söhbət elədik. Məlum oldu ki, bunun adı Aydın, soyadı Hacıyevdir. Təhsil şöbəsində işləyir Göygöldə. Həm də şairdir, həm də ixtisascan ədəbiyyatçıdır. Və bizim aramızda müəyyən dostluq münasibətləri yarandı. Bu mənim də şeir yazdığımı, bədii sözə həvəs göstərdiyimi biləndən sonra mənlə görüşləri davam elətdirdi və Göygöldə bir ədəbi məclis təşkil elədi. Bu ədəbi məclisdə vaxtaşırı görüşür. Məndən başqa da bir neçə yoldaşla birlikdə müəyyən şeir nümunələrini təhlil eləyir, müzakirə eləyirdik, öz şeirlərimizi də oxuyur, münasibət bildirirdik bir-birinin əsərlərinə. Beləcə bizim münasibətlərimiz xeyli şəkildə yaxşılaşdı, dostluq səviyyəsinə çevrildi və 1989-cu ildə həmin bu yoldaşın Aydın Murovdağlının balaca bir kitabı nəşr olundu, Qızıl Güllər Tonqalı. Mən bu kitab haqqında bir məqalə yazdım və Göygöl qəzetində o vaxtki Göygöl rayonunun qəzetində bu məqaləni çap elətdirdim. Aradan bir müddət keçdi, Aydın Murovdağlı Gəncəyə köçdü və orada Yazıçılar Birliyinin üzvü oldu. Bunun təhlifi ilə mən də bir neçə dəfə Gəncədə Yazıçılar Birliyinin tədbirlərinə getdim. Artıq 90-cı illərin əvvəlləri idi. Məmməd Arazın Tanrım, məni məndən qoru bu yaşda adlı məşhur bir şeiri yayıldı
və çoxlu da bu şeirə nəzirələr yazıldı. Həmin nəzirələrdən birində Gəncədə Yazıçılar Birliyinin sədri Məmməd Alim yazmışdı. Məmməd Alim bir tədbirdə özünün şeirini oxudu, təxminən belə idi. Mən düşmənimlə bacararam, sən məni özündən qoru. Hamısı da müzakirə elədilər. Məmməd Alim şeir oxuyandan sonra dedi ki, doğrudur, Məmməd Araz yazıbdır ki, Tanrım, məni məndən qoru, bu yaşda o yaxşı şeirdir. Amma bunu da Məmməd Alim yazıbdır və bu da mükəmməl sənət əsəridir. Qalan yoldaşlar da hamısı durdular, bəyəndilər, yaxşı münasibət bildirdilər. Mən də gerdən bir tərəfdən oturmuşdum. Dedilər, sənin fikrin nədir? Mən də dedim, Məmməd Araz da yaxşı yazıbdır, mükəmməl şeirdir, siz də yaxşı yazmışsınız. Amma bu şeirin ilki, bünövrəsi, mənbəyi Nizami Gəncəvidən gəlir. Nizami Gəncəvi İskəndərnamə əsərinin müqəddiməsində, münacat hissəsində Allah Teala'ya xitaben deyir ki, mənə öz qovğamdan özün ver nicat. Bax, bu hər şeyi ifadə eləyir. İnsan müəyyən qədər yaşa dolanda xüsusən, özü ilə daimi qovğada olur. Nəysə eləsinmi, eləməsinmi, dünya malına alidəlikdən əl çəkilsinmi, çəkməsinmi, haqsızlığa qarşı mübarizə aparsınmı, aparmasınmı və s. və s. Bunları mən deyəndən sonra dedim, elə oxşar fikirlər Məmməd Arazda da var, Məmməd Alimdə də var. Mənim bu qeydlərim müəyyən qədər sükutla qarşılandı və aradan bir müddət keçdi. Məmməd Alim sədr olduğu vaxtlarda mən Yazıçılar Birliyinə üzv olmaq üçün sənəd təqdim elədim. Doğrudur, onu qəbul eləmədilər. Amma mən bu gündə o Məmməd Alim Allahın rəhmətinə gedibdi, ona rəhmət diləyirəm. Qalanlara can sağlığı arzulayıram və bu gündə o fikirdəyəm ki, həqiqi mənada Nizami Gəncəvi demişdi ki, şeirdən ucalıq umma dünyada, çünki Nizami ilə qurtarır o da. Şeir qutarmayıbdır, söz qutarmayıbdır. Nə qədər həyat varsa, cəmiyyət varsa, o şeir də var, o söz də var. Sadəcə olaraq o həyata, cəmiyyətə, onun bütün sahələrinə aid elə bir nöqtə yoxdur ki, Nizami Gəncəvi o nöqtəyə vurmasın, o nöqtəyə aid onun əsərlərində nümunələr olmasın. Və bu mənada Nizami Gəncəvi həqiqətən söz mülkünün sultanıdır, bütün dövrlər, bütün zamanlar üçün. Ruhu şad olsun. Sizlərə can sağlığı.